Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Bu videonu hardasa 10 gün əvvəl çəkmişəm. Bu mənim çəkdiyim sonuncu videomdur. Neçə günlərdir ki, video çəkə bilmirəm üzürlü səbəbdən. İndi sizə deyəcəm ki, nəyə görə? Gördüm ki, qızlar çox yazır, həm Instagramda çox sağ olsunlar, həm YouTube'da maraqlanırlar ki, görəsən nə baş verib. Mən də nəhayət qərara gəldim ki, yeni video çəkə bilməsəm də 12 dəqiqəlik video ki çəkmişdim, onun üzərinə danışım. Çünki sizin də bilməyə haqqınız var ki, həqiqətən nə baş verib. Elə bu videonu çəkdiyimin səhərsi günü idi. Burada bildiyiniz kimi artıq qripim azı sağalmaya başlayırdı. Amma ki, nə dad bilmə, nə iyi bilmə falan onlar heç biri düzəlməmişdi. Çünki çox ağır qrip keçirmişdim. Sadəcə həkimə getdim yoxlanışa. Həkim dedi ki, sənə təcili istirahət lazımdır, ancaq istirahət rejimində olmasın. Ona görə də mən bu səbəbdən videoları artıq çəkə bilmirəm. Düzü alışmışam video çəkməyə, hərəkətli olmağa falan. Biraz bunlar məni yorur, nə deyim. Heyif özdə bu cür videoda çəkmişdim. Amma ki, bunu normal montaj eləyib yükləməyə nəsib olmadı. Buna da min şükür. Yəni buna da narazı deyiləm. İnşallah ki, axırımız yaxşı bitər. Sadəcə dedim ki, sizə də xəbər eləyim, biləsiniz ki, narahat qalmayasınız. Həm də ki, hər ağızda bir dua var. Niyə də sizin dualarınızdan faydalanmayım? Video çəkmədiyim müddətdə siz necə darıxmışsınızsa, həqiqətən də mən də sizin üçün o qədər darıxmışam. Gün ərzində evdə demək olar ki, iş görmürəm, ona görə də video çıxarda bilmirəm. Əslində mənim nə qədər işlərim var. Hətta başqa uşaq üçün falan əl işləri də düzəltmək istəyirdim 1-2 dənə, amma ki, əslində onları gecikdirdim. İndi isə eləyə bilmirəm. Gözləyirəm bir müddət keçsin, bəlkə qismət olsa eləyə bilərəm. Burada isə mən fərqli video çəkmə metodları yoxlayıram. Nəyə görə? Çünki bildiyiniz kimi sizə mən demişdim ki, hansı ki bu Azərbaycan kanalından, yerli kanallardan elə də gəlir, gəlmir. Hətta sizə deyə bilərəm ki, məsələn, bizim salat videomuz var, kök salatı. O video 100.000 izlənilib. Hətta 100.000-dən çox izlənilib shorts videosu və həmən shorts videoya sadəcə bizdə $1.08 qazanıb. Biz isə həmişə planlaşdırırdıq ki, hansı ki, kənd həyatı kimi videolar çəkək. Çünki elə videolar düşünürəm ki, məndə yaxşı alınır. Sadəcə bizdə həyat balacadır, böyük deyil və elə bir videolar da səssiz olur. Yəni dillə əlaqəsi olmur ki, bütün xaricdə baxanlar hamısı videonu izləyə bilsinlər. Və biz əvvəllər planlaşdırırdıq ki, həmən videoları çəksək, elə bir həyat alsaq, elə bir videolar çəksək, yalnız bura. Çünki burada artıq bizim 114.000 abunəmiz var, bura yükləyək. Çünki yeni kanal açmaq fikri, onun pul qazanmağını açmaq fikri, sıfırdan kanal yığmaq həqiqətən də çox çətindir. Bu yoldaşımı da həvəsdən salan bir şeydir. Sadəcə şükür Allaha, abunəçilərimlə əlaqəmiz elə bir həddə gəlib çatıb ki, həqiqətən bir ailə kimi olmuşuq. Mən yoldaşıma deyirəm ki, mümkün deyil ki, mən bu kanalı tərk eləyim. Yəni burada lap əziyyət çəkmiş belə olsam, burada pul qazanmaq söhbəti az olmuş olsa belə, gəlir gəlməsə belə, artıq insanlar alışıb ki, səsli videolar olsun. Mən səssiz videoları bura yükləsəm, həmən bağ qurduğum, aramızda sevgi bağı qurduğum abunəçilərimə haqsızlıq etmiş olaram. Ona görə də əgər elə bir fikrimiz olsa nə vaxtsa ayrı bir kanal açarsan, eyni videonu ya ora yükləyərəm, üzərinə səs danışıb burada öz abunəçilərim üçün yükləyərəm. Yəni danışığım davam eləyər. Ona görə də bacınız sonuncu dəfə ən axırıncı dəfə bu videonu çəkib. Yəni yoxlayırdım ki, görüm necə alınır məndə. Təbii ki, bunları sizə danışıram ki, ağıl ağıldan üstündür. Həm istəyirəm ki, sizlərlə bağımız qalsın, həm istəyirəm ki, videolar gəlir gətirsin. Ona görə də bu video necə alınıb, səssiz video olsa necə alınar başqa kanalda və yaxud başqa bir fikriniz varsa, fikirlərə açığam, görüm dəstək olun mənə necə etmək olar. Əslində pozitiv qalmağa çalışıram, amma hiss elətdirmirəm, amma ki, çox stresliyəm bu aralar. İnşallah ki, hər şey ürəyimiz istəyən kimi olar. Yəni, hər şey yaxşı olar, hər bir şeyi danışmaq olmur burada, amma ki, İnşallah hər bir şey ürəyim istəyən kimi olar. Sizin də dualarınız təbii ki, mənimlə olsun. Burada isə mən bulku resepti tapmışam. Hansı ki, My Food Channel kanalından götürmüşdüm bunu. Evdə bilirsiniz ki, süd hər zaman tapılmır. Yəni, ən azından bizdə olmur. Bizdə ən tapılmayan şey süddür. Süd alındı, bişirildi, 2-3 gün ərzində içilməlidir, yoxsa xarab olur. Elə həmən dəqiqədə içirik, bitir. Gərək ki, bilmirəm, tez-tez alınsın, bişirilsin. Ona görə də haçan ki, əlimə atıram ki, bulku bişirim, bizdə olmayan şey süd olur. Bütün bulkular bulkularında demək olar ki, reseptində süd var. Bu bulkunun isə içərisində süd yoxdur, su ilandı. Ona görə də gözüm gördü. Dedim ki, aha, süd bulku da bişirmək istirdim. Süd də yoxdur, nə yaxşı bundan eləyim. Elə bunu xəmiri yoğurdum, qoydum. Getdim Hüseynin arxasıca ki, Hüseyni götürüm gəlim. Hüseyni götürüb gələnə qədər elə qəşəng acımışdı ki, indi sizə göstərəcəm. Yəni bu xəmirin mən o şeyini xoşladım ki, həm süd getmir içərisinə, həm də ki, acıtmağa ehtiyac yoxdur. Elə 15 dəqiqə falan xəmir əslində acıyır.
Burada iş gördüyüm günlər görürsünüz ki, hər şeyi gül kimi qoyuram. Bir-iki dənə qabda saxlamıram ki, gedim mən gələnə qədər tərtəmiz olsun. Amma bir dənə şey qeyd edeyim ki, bu bulkuda belə bir şey var ki, 2 gün qalandan sonra bulku bərk olur. Yəni elə də yumşaq olmur. Amma anam deyir ki, mikrovalnovkaya qoyursan olur yumşaq. Həqiqətən mikrovalnovkaya qoyursan olur yumşaq. Amma normalda yəni deyim ki, o bulkular olur. Nə qədər yumşaq qalır, elə olmur. Amma normalda həmən günü, yəni səhərsi günü qəşəng yumşaq olur, bişirib yeyə bilərsiniz. Burada da gedirəm Hüseyni dərsdən götürməyə. Hüseynin çantası həqiqətən olduqca ağırdır. Yəni mən nə qədər desəm o çantanı sizə təsəvvür eləyə bilmərəm, bir təsəvvür elətdirə bilmərəm. Çünki həm içərisində hazırlıq dərslər olur, 3 dənə qalın kitab, həm də məktəb dərsləri olur. Onların hamısını bir yerdə gətirmək, nə bilin ki, zülmdür. Yəqin sizin uşaqların kitabları da belədir. Yanına da biraz fərqli dərslər qoyulanda, su qabı filan qoyulanda ümumiyyətcə ağır olur. Baxın, sürətli ədədlərə yuvarlanır. Müsbət xüsusi. Həqiqətən iş görə bilmək özü bir nemətdir. Bunu biraz uzanandan sonra adam dərk eləyir. Elə bilirsən ki, uzansan, dünyada yəni iş görməsən, dünyanın ən rahat adamı olacaqsan. Amma inanın ki, belə olmur. İnsan, Allah indi deyirəm ki, heç kimə möhtac eləməsin. Çünki hələ heç bir xəstəliyim yoxdur, elə bir ağrımsızım yoxdur. Ona baxmayaraq, adamın kiməsə möhtac olmağı və yaxud yerindən qalxa bilməməyi həqiqətən adam üçün ağır bir şeydir. Hələ üstəlik, əgər xəstəliyi olan bir adam olsa, onu məsəl üçün yeməyin yedizdir, başqa ehtiyaclarını ödəsinlər. Elə olanda insan nə qədər, bilə bilmirəm də, yəni nə qədər necə ifadə edeyim sözümü, nə qədər əziyyət çəkmiş olar. Ona görə də adam bir daha dərk edir ki, biz həqiqətən də aciz varlıqlarıq. Allah istəsə bir an içərisində sağlamlığımızı da əldən ala bilər, bizi möhtac da eləyə bilər. Həqiqətən biz ehtiyaclı varlıqlarıq, Allahdan ehtiyaclı varlıqlarıq. Özümdə düşünürəm, hər gün dururdum, evləri səlgiyə salırdım, təmizləyirdim filan. Elə bil ki, bu iş adi bir şey kimi gəlirdi mənə, amma indi baxıram ki, necə gözəl bir şey imiş. Həqiqətən insanın öz evini durub təmizləyə bilməsi də necə gözəl bir şey imiş. Halbuki yatağa falan bağlı qalanda heç bir işini görə bilmirsən özün, heç bir adam ürəyi istəyir ki, yəni elə bir şeylər var ki, nə qədər kimsə sənə kömək etsə belə, insanın öz evində öz bildiyi işlər var ki, onları eləyə bilməmək adama o qədər təsir edir və baxırsan ki, görürsən ki, o deyirib bəzən ki, narazı olduğun şeylər üçün belə darıxarsan. Həqiqətən elədir ki, insan əlində olan şeyin qədrini bilmir. Amma insanın əlindən o alınandan sonra adam o qədər baxırsan ki, nemət saymadığım şeylər belə həyatda neməti neymiş. Keçən dəfə biz danışırdıq ki, hansı ki səbr etmək, Allah bizə bir dərd verməsə, biz səbr etmək nədir onu bilmərik. Səbr isminin bizdə açılması üçün, səbr əsmasının bizdə açılması üçün bizə dərd verir ki, biz səbr edə bilək. İndi də düşünürəm, özüm üçün düşünürəm ki, əgər Allah nəsə xəstəlik verməsəydi, ya Şafi isminin anlamını tam-tamına adam anlaya bilməzdi. Yenə də həmən ismin bizdə təcəlli etməsi üçün, yəni şəfa verən Allahdır. Şəfa da elə bir şeydir ki, xəstələnəndə onu ancaq dərk eləyə bilirsən. Məsələn, normal adamlar ayağını, qolunu tərpədəndə bir nemət kimi saymır. Amma xəstəlik elə bir şeydir ki, onun ələmi, yəni ağrısı aradan gedəndən sonra xüsusi bir ləzzəti var ki, o ləzzət də normal adamlara qismət olmur. Hansı ki, xəstə adamlar var, yalnız onlar üçün də həmən ləzzət. Yəni həmən şəfa verən ismini də anlamaq üçün həqiqətən də Allahın xəstə etməyi lazımdır ki, sən o şəfa verən ismini də anlaya biləsən. İnşallah o ləzzəti gələn günləri də görərik, təbii ki, sizin dualarınızla. Burada isə Hüseyn mənə dedi ki, ana, o bir dəfə almışdı umaclı. Umac həqiqətən də mən çox xoşduram bulkun içərisində. Tələsik internetim də yox idi. Baxdım ki, undu, yağdı, yəqin ki, umacı elə eləyirlər. Şəkər tozdu, qarışdırdım. Bulkun içərisinə vurdum. Umaclı bulku olsun. Düzdür, o satılanlar qədər ideal deyildi, amma ki, dadlı idi içərisində umac olanda da. Belə bulku görməmişdiniz ki, içərisində həm umac olsun, həm də ki, kişmiş olsun. Çox yaxşı oldu ki, əslində bu videonun üstünə yazdım belə açıqlama. Mən də rahat oldum. Çünki ümumiyyətcə xasiyyətimdə var ki, problemimi xoşum gəlmir ki, kiməsə deyim. Çünki əlindən bir şey gəlməyəcəksə insanları niyə narahat eləyim? Amma ki, gördüm ki, həqiqətən də qızlar çox narahatdır. Ona görə özümə borc bildim ki, danışım, həm özüm rahatlaşım, həm də ki, sizin dualarınızı alım. Videonu çəkdiyim yerdə Hüseyn gəlib ki, ana məni də çək, heç bir şey mən deməmişəm ki, bunu belə elə, bunu elə elə, özünü alma doğrayır. Düşünürəm ki, özünü burada atasına oxşadır, hətta almaları doğrayır. Doğrayandan sonra deyir ki, ana yenə də çək, görəm ki, gedib özünə nanə gətirib, duz gətirib almanın üzərinə əlavə eləyir. Bu aralar uzun video yəqin ki, 1 həftə, 2 həftə ərzində yəqin ki, çəkə
çəkə bilməyəcəm. Təbii ki, bir möcüzə olsa, yaxşı olsa hər şeyi durub çəkə bilərəm bəlkə də. İnşallah sizin dualarınızla. Ancaq shorts videoları olanda ara bir dururam, shorts videolarını çəkirəm ki, heç olmayanda kanalın aktivliyi ölməsin. Çünki əziyyət çəkmişik. Bir az sonra video atmayanda həqiqətən də kanalın aktivliyi əldən gedir. Bütün adamın əziyyəti heçə düşür. Gəlin yazın altına videonun söhbətləşə. Həqiqətən də söhbət etməyə bu aralar ehtiyacım var. Görüm ki, sizlər necəsiniz? Çünki axırıncı dəfə mən yazanda ki, xəstələnmişəm, qripəm, gördüm ki, hamı demək olar ki, qripdir. Hamı yazmışdı ki, bacı biz də o gündəyik. Həqiqətən də elə bir virus yayılıb ki, kimə baxırsanız qripdir. Artıq qrip tutmamaq əldə deyil. Çünki mən bu günə qədər özümü o qədər qorudum, amma ona baxmayaraq istər-istəməz hamı qrip olandan sonra təbii ki, qrip tutdum. Bu videonu paylaşmaq üçün səbirsizlənirəm artıq sizə xəbər vermək üçün. Ona görə də istəyirəm ki, burada videonu sonlandırım. Çox təşəkkür eləyirəm. Həqiqətən təşəkkür eləyirəm ki, ailəm kimi mənimlə maraqlanırsınız, harda olmağımı soruşursunuz. Həqiqətən bunlar mənim üçün çox dəyərli şeylərdir. İnşallah ki, yaxşı xəbərlər olar, sağ-salamatçılıq olar və biz pozitiv şəkildə yenidən videolarda görüşərik və heç bir zaman inşallah Allah nəsib eləməsin ki, çox problemdən filan danışaq. İnşallah hər şey ürəyimizcə olsun. Təşəkkür eləyirəm. Burada isə videonu sonlandırıram. Sağ olun, salamat qalın. Gələn videolarda görüşmək üzrə inşallah.